Emin, sənə bir qısa qafiyə açırsan, qısa meyxanalar deyəcəksən. Mən sənə rəsmlər təqdim eləyəcəm. O rəsmlərin adını orada, rəsmlərdə gördüyün söz ustadlarının adını orada çəkmək şərti ilə qısa denən. Olar ki, elə söz ustadlarının öz meyxanalarından səslənir. Hə, olar. Əgər baxırdı ki, indi elə mən burada da əlimdədir rəsmlər, görürsən. Bu rəsmləri göstərəcəm. Əgər bilirsənsə elə onların meyxanasından denən. Canlı ifadə üçün mikrofonu təqdim edin dostlar. Hə. Ya Allah. Başlayaq. Gəl bura. Mikrofonu aç. Bilirəm çoxlarının səndə gözü var gözəlim. Heç kimə salma nəzər etməməli var gözəlim. Bilirəm çoxlarının səndə gözü var gözəlim. Heç kimə salma nəzər etməməli var gözəlim. Bilmirəm də qondu yoxsa yox. Gəl gəl dayanma, bir addım da yaxınlaş. Onu tam bilmirəm. Bilmirəm. Bildiyim var bu kuplet. Oktay Kamil. Rəşad Dağlı. Rəşadın meyxana. Aha. Elə qız vardı ki, Zəhra kəniz. Yadıma düşəndə qabaqlar indi. Deyirəm olaydı o çağlar indi. Düşəndə yadıma qabaqlar indi. Deyirəm olaydı o çağlar indi. Ərlan da dostumu salamlayıram. Nə edim mən dili bilmar, məni sevmir o gözəllər. Mənə min eyləmir onlar, məni sevmir o gözəllər. Niyə Pərviz Bülbülə, nə bilim Balabəy, Oktay Kamil? Niyə biləsən Yox, imtihana niyə bunlar meyxanası? Cavan dediyin, cavan deyilə, yaxşı başı var. Hardan cavan? Orada elə belə deyim də qardaş, məsəl üçün mən baxıb meyxanaya həvəslənib gələn vaxtlarda, misal üçün ustadımız Mehman Əhməddini salamlayıram. Allah rəhmət eləsin, Aydın Xırdalanlı, Namiq Qaraçuxurlu, ondan sonra Namiq Məna. Yəni bunlara daha çox baxmışıq. Yəni İndi orada elələr var ki, meyxanada kupletlərin bilən Münasibətlər mahnılarını necədir bəs bilmirəm. bu meyxana ifaçılarının? Orada Mehman Pərvizlə, Tərlanla, Balabəy, Tərlan yaxşı Gülağa. dostumuz sağ olsun. Yox, onlarla münasibət. Balabəy, Gülağa ilə münasibət yoxdur. Xeyr, yox. Niyə görə? İnşallah olar. Yəni belə rastlaşmamışıq hələ ki. Yəni bədiyyətçi olublar, o vaxt deyiblər ona görə. Yox qardaş, hamımız bir xalqın